Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli 11-ci sinif dərsliyindən baxırıq 6-cı suala, 6-cı suallara, elektron cədvəllərə. Birinci sualımızda bizdən istəyir elektron cədvəl nədir? Elektron cədvəl, yəni belə deyək, dində əsasən Excel keçilir, düzdürmü? Deməli Excel keçilir. Exceldə nə iş görürük? Word-dən fərqli olaraq Word-dəki cədvəl deməli dinamik deyil, Excel-dəki dinamikdir. Yəni hər hansısa bir hesablamaların aparılması falan bu cür işlərdə bizim köməyimizə çatır. Cədvəl üzərində yəni hesablamalar apara bilərik. Deməli, mətnlərin emalı üçün nəzərdə tutulmuş proqram xeyr, bu Word-dür. Elektron sənədə əlavə edilmiş cədvəl, bu da xeyr. Belə götürün, yəni Word-ün özü elektron sənəddir, ora biz cədvəl əlavə edə bilərik, amma elektron cədvəl sayılmır. Hesablamalar üçün nəzərdə tutulmuş proqram, hesablamalar üçün nəzərdə tutulmuş proqramdan çox proqram var. Cədvəl proqramı yazsaydınız daha yaxşı olardı. Ədədi informasiyanı kompüterə daxil etmək üçün qurğu, ədədi və mətn informasiyasını təqdim etmək üçün vasitə, bunlar da deyil. Cavabımız nə olur? C variantı. Elektron cədvəldə turist şirkətinin yay ayları üçün satdığı yollayışlar haqqında məlumat verilir. Hər bir ay üçün satılmış yollayışların ümumi sayı və bir yollayışın orta qiyməti verilir. Məlumdur ki, hər bir yollayışın satışından turist şirkətinin əldə etdiyi gəlir istirahət yerindən asılı deyil. Söz yalandır. Və cari ayda yollayışın orta qiymətinin 10%-nə bərabərdir. Turist şirkətinin hansı ayda gəliri ən çox olur? Deməli, iyun ayına baxsaq, satış burada 30 dənə, orta qiymət 8.1, iyulda satış 38, qiymət 8.6, avtomatik olaraq bura bundan böyükdür. Avqustda 35 satış olub, 8.3 qiymət. Deməli, bundan da böyükdür, elə iyul ayı olacaq. Çünki həm sayda ikisindən çoxdur, həm də qiymətdə də ikisindən də çoxdur. Heç hesablamağa ehtiyac yoxdur. Elektron cədvəldə düstur üçün hansı yazılış düzgündür? Düstur yazmaq üçün bilirik ki, deməli, bərabərliklə başlamalıyıq. Ona görə A variantı, D variantı, B variantını atacağıq. C variantına baxsaq, A2 vurulsun A3, çıxılsın A4 tamamilə doğrudur. Y variantında A1, A2 bu cür yazılış olmadığına görə Y variantını siləcəyik. Hansı istinad mütləqdir? Deməli, biz əvvəlcə tutaq ki, baxaq görək. İstinadlar necə yazılır? Tutalım ki, bir dənə beləsin olsun. Bir dənə də belə. Deməli, C3 burada nədir? Nisbi. Bu, hər hansısa birinin qarşısında dollar olan, yəni ya sütunun, ya sətrin qarşısında olan olacaq nə? Qarışıq. Hər ikisində olan varsa olur nə? Mütləq. İndi bizdən mütləqi istəyir. A variantına baxsaq, elə hər ikisində var. Olur nə? A variantı. B variantı deməli qarışıqdır. C variantı qarışıq. Y variantı beləsinə bir yazılış yoxdur. Əvvəlində yazılmalıdır. D variantı burada da 2 dollar var. Bu da düzgün sayılır. Elektron cədvəl fraqmenti verilmişdir. D3 xanasındakı düstur C2 xanasına köçürüldü. C2 xanasındakı düstur nədədir? Qiyməti nə olacaq? Yəni ki, bu düsturu biz buraya keçirmişik. Düzdür? D2. Yaxşı, düsturu keçirdəndə nə baş verir? Bərabərdir. B-nin qarşısında dollar var. B olduğu kimi qaldı. Bu 3-ü bura qaldırsaz olacaq neçə? 2. Bura keçirdəndə heç bir dəyişiklik olmur. Çünki sətrin üzrə dəyişirsiniz. Buradan da gələ bilərsiniz. 3 olaraq gələcək. Bu yuxarı qalxanda avtomatik olaraq 2 olacaq. Yəni hardan gəlirsiz gəlin olacaq neçə? 2. Bunu nə etməliyəm? Vurmalıyam 2-yə. İkimiz sərbəst olduğu kimi qalır. Üzərinə gəlsin. Bu C-ni beləsinə gələndə deməli nəyə çevriləcək? B-yə. Yuxarıya da qalxanda elə B olacaq. Buradan da gələ bilərsiniz. Yenə də eyni şey olacaq. Yəni yuxarıya qalxanda dəyişmir sütun üzrə. Belə gələndə B-yə çevriləcək. 4-ün isə qarşısında dollar var. O da ki olduğu kimi qalır. Deməli, B2 vurulsun 2. 15 vurulsun 2 bizə neçə verir? 30. Üzərinə gəlsin B4. B4-də neçədir? 17. 17-nin də üzərinə gələndə sizə neçə verəcək? 47 B variantı. Belə, uyğunluğu müəyyən edin. Deməli, nisbi, mütləq və qarışıq istinad. Bayaqlarım yazdığına görə bir də təkrar izahləmirəm. Deməli, birinci nisbi heç birində dollar olmayan Y variantı. Mütləq istinad hər ikisində dollar olanlar hansıdır? C variantı. B variantına baxın, bu mütləqdir. Bu qarışıq olduğuna görə B-ni götürmürük. Y variantı qarışıq olanlar.
Deməli hansıdır? D variantı. D variantı yox, A variantı. Bax, D variantında yazılışlar səhv dolları sətirdən sonra qoyaq. Bu səhvdir. Deməli Y, C və A. Elektron cədvəldə sam A1, B1 düsturunun qiyməti 12-yə, sam D1, Y1 düsturunun qiyməti isə 7-yə bərabərdir. Deməli 12 buradır, 7 də budur. Əgər average A1, Y1 düsturunun qiyməti 5 olarsa, C1 xanasının qiyməti nəyə bərabər? Baxın, elə burada qəşəng var, burada yazın. Deməli deyir ki, A1-dən B1-ə bax, A1, B1. Buranın cəmi neçədir? 12. D1, Y1. D1, Y1. Buranın da cəmi deyir neçədir? 7. Düzdür. Və deyir ki, average A1, baxın, biraz aşağıya düşdüm, orada yox, nəsə bu sətr. Y1 diapazonun ədəd ortası isə 5-dir. Burada siz neçə dənə xana görürsünüz? 5 dənə xanamız var. Yəni hər hansısa bir dənə x ədədi bölmüşük sayımıza, yəni 5-imizə, bizə nə veribdir? 5 veribdir, düzdür? Deməli, x-imiz nəyə bərabərdir? Bərabər neçəyə? 25. İndi bizdən nə istəyir? Baxın, bura qədər, bu hissəyə qədər. Çəkirəm, sizi çaşdıracaq. A1, B1, 12, düzdür, bura 12. Deyir ki, D1, Y1. Burada 7-dir. İndi toplam da bura cəm 25-dirsə, C-ninki neçə olacaq? Deməli, 12 plus 7, 19. 25-dən də siz çıxasınız. 19-u sizə neçə verəcək? 6 verəcək. Bu yəqin ki, aydın oldu da. Bu sol tərəf A1 və B1 12-dir. D1 və Y1 7-dir. Amma toplam cəm 25-dir. Deməli, bu C-yə bizdə neçə qalacaq? 6 qalır ki, 25-i bizə versin. Elektron cədvəl fraqmenti verilmişdir. Sam A2, B2, A2, B2. Ondan sonra Y2, F2, Y2, F2. Bir də bura. Təzədən bir də biz də bunları toplayacağıq. 7-nin üstünə 5 gələndə 12, 0-ın üstünə 9 gələndə 9. 12-nin də üzərinə siz 9 gələsiniz. Sizə neçə verəcək? 21. Cavabımız A variantı. 9-cu sual. Elektron cədvəl fraqmenti verilmişdir. Hesablamalar nəticəsində A1, A4 diapazondakı xanaların qiymətləri əsasında qurulan diaqram hansıdır? Deməli, B1-in üzərinə 1 gələndə, A1-in üzərinə 2 gələndə 4, B2-dən 1 çıxanda 1, A3-ün özüdəki 1. Deməli, biz baxsaq, qiymətlərə baxaq deməli. Axırıncı 2 dənəsi eyni olmalıdır. Baxın, 1, 2, 3, 4. Eyni deyil, bax, 3 ilə 4 eyni deyil, 7. Bura baxsaq, 1, 2, 3, 4. Axırıncı 2 dənə 3 ilə 4 eynidir, bu hələ qalır. Burada 1, 2, 3, 4. 3 ilə 4 eyni deyil, bu getdi. 1, 2, 3, 4. Burada isə yenə axırıncı 2 dənə eyni. Amma bunda birinci ilə ikinci də eynidir. Burada isə birincinin 2 qatıdır ikinci. Yəni ikincini yarıya bölsək bizə birincini verəcək. Deməli, burada baxırıq ki, 4 ilə 2 bura tamamilə uyğundur. Yəni 2-ni mən bura yaza bilərəm, 4-ü də bura yaza bilərəm. Yəni bunu sonradan 2-yə vursaq bizə 4 verəcək. Cavabımız nə olur? B variantı. Elektron cədvəl fraqmenti verilmişdir. A2, D2 xanalar diapazonun qiymətlərinin hesablanmasından sonra qurulan diaqramın şəklə uyğun olması üçün B1 xanasına hansı ədəd yazılmalıdır? Baxılan diapazondakı xanaların qiymətləri mənfidir. Deməli, bura bizdə x-dir. Gəlin bir hamısını yazaq da. Deməli, hardan yazaq? C2-dən yazaq. A1 minus D1. 7-dən 5 çıxanda 2. 2 vurulsun nəyə? B1 nədir? X-dir, çıxılsın nəyə? 3. A1 minus D1, 7-dən 5 çıxdı. 2, vur C1-ə. 2-ni C1-ə, yəni 4-ə vurmuş. 8 bura elədi. Yaxşı. B2 də deyir C2-yə bərabərdir. Yəni 2, X minus 3-ə bərabərdir. B2, yəni ki, 2 minus 3. Üzərinə gəlsin C2, yəni 2x. 2 x minus 3, üzərinə gəlsin 2 x minus 3. Üzərinə gəlsin D2, yəni 8.
Deməli biz baxanda görürük ki, bununla B2 ilə C2 bir-birinə bərabər. Deməli bunlar haradır? Baxın bu hissələr. Düzdür? Diaqrama baxsaq bu hissələr bir-birinə bərabər. Bizdə qalır hansı hissə? Bu hissə, bir də ki bu hissə. Deməli bura, daha doğrusu bura, buranın 2 qatına bərabər. Yaxşı, bəs indi. İki qatına bərabərsə. Bir dənə biz burada deməli görürük ki, burada plus 8'imiz var, düzdürmü? Deməli kiçik olan buradır. Kiçik olan buradır, böyük olan buradır. İndi kiçik olan buradırsa, yəni ki mən bu 8'i 2'yə vursam, baxın 8 buradır. 2'yə vursam mənə bunu verir. Mən 8'i 2'yə vursam 16 bərabər. 2x minus 6 açılsa yazaq. Üzərinə gəlsin 2x minus 6 üzərinə gəlsin 8. 16 plus 6 plus 6 minus 8 bərabərdir 2x plus 2x bura mənə neçə verir? 4x. Deməli 16-nın üstünə 12 gələndə neçə eləyəcək? 28, ondan da 8 çıxanda 20-də düzdür. 20 bərabər 4x-ə, buradan da 5 bərabərdir x. Cavabımız neçə olacaq? 5. Davam edək 11-ci sualımız. Elektron cədvəl fraqmenti verilmişdir. Hesablamalar nəticəsində A2, D2 diapazonundakı xanaların qiymətləri əsasında qurulan diaqram hansıdır? D1 minus B1 4-dən çıxdı 3. Bura bizə 1 verdi. Bura bizə 1 verdi. B1 minus A2-ni 2'yə vuranda, yəni A2'də nə var? 1 var da. 1'i 2'yə vuranda 2. Dən də 2 çıxanda 1. Burada bizə 1 verdi. C1 yəni 4'ü bölü 2'yə. Verdi bizə 2. B1 plus B2. B1'də neçədir? 3'dür. B2'də neçədir? 1'dir. Cəmi 4. Deməli 1, 1, 2, 4. 1, 1, 2, 4. Bura baxsaq, nəsə də bu 1'ə oxşayır, bu da 1'ə oxşayır. Çünki bir-birinə bərabərdir. Amma burada bunu 2'yə vursam bunu verməyəcək. Görürsünüz, tam olaraq 2 qatı boyda getdi. Bura baxsaq, 1, bura 1'ə uyğundur. Yox, bu da getdi. Bura baxsaq 1, bu da 1'ə uyğundur, amma bu ikisi də bir-birinə bərabərdir. Bu da getdi. 1, 1, bura 2 uyğun gəlir, burada da 4 uyğun gəlir. Çünki mən bu 2'ni 2'yə vursam, bu 4'ü mənə verəcək. Şəkil olaraq da 2 qatını verir. Cavabımız nə olur? D variantı. Elektron cədvəlin A1 xanasına düstur yazılmışdır. Bu düstur B3 xanasına köçürdükdə hansı şəkilə düşəcək? Deməli, A1'də bizim düsturumuz var. Bu keçəcək B3'ə. A-dan B-yə keçəndə qeyd edəcək. Plus 1 mənim sütunum artmalıdır. 1-dən 3'ə keçəndə plus 2 sətrim artmalıdır. Və siz onu gətirib tətbiq edirsiniz düsturumuza. Sərbəstimiz var, olduğu kimi qalır. Ona görə 4 vurulsun silirəm, 4 vurulsun silirəm. Qalır digər variantlar. Ondan sonra B, dollar 4 olduğu kimi qalmalıdır. Ona görə deməli burada B6 olduğuna görə getdi. C variantında C4 olduğuna görə getdi. Cavabımızın B variantı olduğu artıq məlumdur. Amma yenə də baxaq. Deməli çıxılsın C olduğu kimi qalır. Sətri də dedik 2 vahid artırmalıyıq. Yəni 3'ə çevrilməlidir. Tamamilə doğrudur. B variantı. Elektron cədvəlin fraqmenti verilmişdir. 6 xanasına düsturunu yazdılar. Bundan sonra 6 xanası B3 xanasına köçürüldü. B3 xanasına köçürüldü. B3 xanasında hansı ədəd görünəcək? Deməli yenə A-dan B-yə keçirsiniz. Plus 1 bizdə bunu artacaq. 6-dan 3'ə keçirsiniz. Minus 3 bizdə sətir azalmalıdır. Məsələn, düstura tətbiq edici üzərindən yazaq. Bərabər deməli dollar C olduğu kimi qalır. 5-dən 3 çıxanda 2, çünki sətri 3 azaltmalıyam. Üzərinə gəlsin. D 1 vahid artmalıdır, bir addım olacaq Y. Dollar 4'də olduğu kimi qalır. C2 plus Y4. C2'də neçədir? 100, Y4'də neçədir? 600. Bu da bizə neçə verir? 700 B variantı. 14-cü sual, sonuncu sualımız deyəsin. Elektron cədvəldə tam B2, B4 düsturunun qiyməti 18. Tam B4, B6 düsturunun qiyməti isə 14'ə bərabərdir.
Average B2, B6 düsturunun qiyməti isə 5-dir. B4 xanasının qiyməti nəyə bərabərdir? Burada verəsən bir məqam var. B4-ü 2 dəfə toplamışıq. Görürsünüz, bunda da var, bunda da var. İndi average yenə bayaq kimi. X-i bölübdür 5-ə, sayı 5-də. Baxın, çünki 2, 4, 5, 6, 3 orada qaldı. 2, 3, 4, 5, 6 sayımız neçədir? 5-dir. Bölüb neçə alıb? 5 alıb. Deməli, x-im nəyə bərabərdir? 25. Düzdür. Mən x-im 25-ə bərabərdirsə, buradakı cəmə isə baxıram ki, 18, bu da 14. 18-in üzərinə deməli 14 gələndə bizə neçə verir? 32. Amma burada siz B-ni 2 dəfə toplamısınız da. Düşdünüz. B-ni 2 dəfə toplamısınız. Ona görə 32-dən də çıxırıq bu 25-i cəmi. Bizə neçə verəcək? Həmin o artıq. Artıq da deməli neçədir? 7. Belə, elektron cədvəllər də bitdi. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi